Hər birinizi xoş gördük. Bugün sizinlə perimetr və sahə mövzusu ilə tanış olacağıq. Gəlin açar sözlərimizə baxaq. Perimetr, sahə, vahid kvadrat, kvadrat santimetr, kvadrat metr. Bizə nə istəyir? Deyir, anar bostanı hasara almaq üçün babasından kömək etdi. Onlar əvvəlcə bostanın enini və uzunluğunu ölçdülər. Deməli, uzunluğu 25, eni isə 20-dir. Biz bilirik ki, düzbucaqlığın qarşı tərəfləri bərabərdir. İndi bizdən nə istəyir? Uzunluğunu ölçülər. Deyir ki, anar və babası neçə metr hasar çəkməlidir? Bunu daha tez necə tapmaq olar? Baxın, hasar çəkmək üçün əlinizə təsəvvür edin ki, bunu ən bəsit forması ilə deyirəm. Bir ip alın. Məsələn, bir şagirdin əlinə 25 metr verəcəm, belə. Digər şagirdin əlinə 20, o bir şagirdin əlinə 25, digər şagirdin əlinə də 20. İndi bu ipləri bir-birinə bağlasaq, bax, ipləri belə bütövlükdə açanda xəyalən bir uzunluqda ip olur. Deməli, bu onun uzunluqları cəmidir. Gəlin baxaq. 25, üstə gəl 20, üstə gəl 25. Uzunluqları cəmi deyəndə, yəni 4 tərəfinin, fiqurun neçə tərəfi varsa, bütün tərəflərini biz toplayırıq ki, onun uzunluğunu tapa bilək. Mən görürəm ki, 2 dənə 25 var. 25-dən 2 dənədir. Görürəm ki, 20-dən də 2 dənədir. Hər ikisindən 2 dənədirsə, yəni enlə uzunluğu toplayaram. Onu da vuraram nəyə? 2-yə. 2-yə vurulsun. 25 ilə 20-ni toplayanda 45, 45 ilə 2-yə vuranda 90. Gəlin qaydamızla tanış olaq. Çuxurun tərəflərinin uzunluqları cəmi perimetr adlanır. Bax, bu qaydadır. Bu qaydanı əzbərə bilin. Perimetr nə deməkdir? Testdə müxtəlif formalarda düşə bilir. Gah perimetr deyilir, gah uzunluqları cəmi deyir. Siz belə olan halda bilməlisiniz ki, sizə verilən fiqurdan asılı olaraq bütün tərəflərini cəmləyirsiniz. Yəni, hər fiqurun özünə məxsus, belə deyək də, qaydası var. Bax, məsələsi üçün. Düzbucaqlıdan söhbət gedir. Qarşı tərəflər bir-birinə bərabər idi. Məsələn, bura A-dırsa, bura A-dır. Bura B-dirsə, bura B-dir. Perimetr düsturu belə olacaq. Misal üçün. 2 vurulsun. N üstə gəl uzunluq. N nədir? A hərfinin ürəyin istədiyi bir hərfinə işarə edə bilərsən. A üstə gəlinsin B. Yəni, bu N-dir, bu da uzunluqdur. Yəni, tərəflərdir də. N-lə uzunluğu nə edirik? Toplayıb 2-yə vurmuş oluruq. Paraleqramda da eyni qaydadır. Bax, düzbucaqlı və paraleqramda, yəni paraleqram da versə eyni qaydadır. Kvadrat, romb. Bunu qabağından yazdım, paraleqram. Yəni, hər ikisində bu qaydadır. Kvadrat və rombda da nədir? Kvadratda da 4 tərəf bir-birinə nədir? Bərabərdir. Yəni, bir tərəf A-dırsa, istənilən hərfinə işarə edə bilərsiniz. 4 tərəfi də nə edəcək? 4A olacaq. Yenə də rombda da eyni qayda olacaq. 4 tərəfi bir-birinə nə olacaq? Bərabər olmuş olacaq. Paraleqramla da düzbucaqlı bir-birinə eyni qaydada olmuş olacaq. Yaxşı, gəlin bunun düsturunu çıxardaq. 4 dənə A, 4 tərəfi nə edəcək? Perimetrdən 4 tərəfini toplayırıq. Yəni, perimetrdən də 4A düsturundan istifadə edəcəyik. Kvadrat və rombda. Bərabər tərəfli üçbucaqda. Gəlin bərabər tərəfli üçbucağa baxaq. Əgər şəkildə görsəz ki, belə bir xət qoyulubdur iş dəftərində, yəni 3 tərəfi bir-birinə nədir? Bərabərdir. Yəni, 3 dənə A-nı toplamış olacam. Və yaxud da P bərabərdir 3A. Əgər bərabər tərəflidən söhbət gedir. Bərabər yanlıda artıq ayrıca olacaq. Məsələn, bərabər yanlı deyəlim ki, 2 yanı bərabərdir. Bu tərəfi fərqlidir. Bura A, bura B olacaq. Bunun perimetrini tapanda nə edəcəm? A üstə gəl A, üstə gəl B. Amma müxtəlif tərəfdirsə, ölçülər müxtəlifdirsə, məsələn, tutalım, bura A ölçüyə malikdir, bura B, burada C.
onda P bərabərdir A üstə gəl B üstə gəl C olacaq. Yəni bunun perimetri artıq fərqli olacaq. Fiqur müxtəlif tərəfli, yəni 5 bucaqlı ola bilər, 6 bucaqlı ola bilər. Baxın, əgər sənə verilən fiqur tərəfləri eyni ölçüyə malikdirsə, biz nə edirik? Baxın, məsələn, bura neçə bucaqlıdır? 3, 4, 5, 6, 7, 8. Görsən 8 tərəfli bir fiqurdur. Deməli bunun P'si nə olacaq? 8A. Çünki eyni ölçüyə malikdir. Əgər yenə deyirəm müxtəlif tərəfli olsa, neçədirsə onların hamısını toplayacağam. Ancaq eyni ölçüyə malikdirsə tərəflər, verilən çox bucaqlı eyni ölçüyə malikdirsə, tərəfin sayı nədirsə ona vurmuş olursan. Və bizə məsələn burada verilibdir. Görürsünüz. Bu tamamilə müxtəlif tərəfli bir neçə bucaqlıdır? 5 bucaqlıdır. O zaman mən 5, 6, 3, 4, 3 hamısını bax 5, 6, 3, 4 və 3. Bunların hamısını toplayıram, uzunluqları cəmini tapmış oluram. Məsələn üçün bələdçidə bax bura, baxaq. 5-i toplayıb, sonra 9-u, sonra 6-nı, sonra 7-ni toplayıb 27. İndi biz bunu tapmaq bizə qalıb bələdçi. Altı santimetr sözünü yazmıram vaxt getməsin deyə. Baxın 4, 6, 3, 3, 6. Toplayıram hamısını. 3 dənə 6, 18, 18, 4, 22. Sığmı yazıram. Digərinə baxıram. 6. Üstə gəl. Aha, buranı baxım verməyibdir. Fikir verirsinizmi? Bura 8. Burada 4. Deməli, buranı tapmaq mənlikdir də. Biz burada nəyə diqqət eləməliyik? Gördüyünüz kimi, bura bütövlükdə nə idi? Biz dedik ki, bura 8-dir, onda burada 8-dir. Buraya qədər 4-dürsə, deməli, burada 4 olacaq. Deməli, bunun bu tərəfi də 4 olmuş olacaq. Baxırıq. 4, indi 4 çəkdim 8, 4, 14, burada 8. Bax, bunların hamısını biz nə edirik? Toplamış olacaq. 3-dən 8-in, bax bu 4, 4, 8, 3-dən 8, 24, 24-ün 30, 30-un 14, 44 santimetr. Növbəti sualımıza baxırıq. İndi bunun da yenə misal 1. Bizdən nə istəyir? 2. Yazaq A. Bu A'sıdır. 3. 1. 4. 5. 4. Diqqətli olaq ki, itirməyək, hesablamada da xəta eləməyək. 4, 4. 8, 10, 15, 19. M hərfini yazıram. Orada əslində hamısını M yazmaq lazımdır. Sadəcə olaraq bax, ikisinə yol vermək istəmirəm. Keçək B variantına. Baxaq. 5 üstünə 2, 1, 2, 1, 2, 5, 6. Ve toplayaq bunu. Bura qədər 10, 15, 15'in üstü 3, 18, 18'in üstü 6, 24 metr. Keçək C'sinə. 5. Bazı şagirdlər çox vaxtı beləsində xəta eləyirlər. 7 metr 20 santim. 4 metr 50 santim. Üstə gəl 50 santim. Üstə gəl 9 metr. Metrləri bir toplayırıq.
Santimetrləri isə 1 toplayırıq. Gəlin baxaq. Buranı verməyibdi. Aha. Buranı fikir versiniz, bura verilməyibdi. Bura 50 verilibdi. 450 ilə 55 metr. Yaxşı, onda biz belə tapmalı olacağıq. Necə? Tapmadığımız hissə baxın. Bu hissə verilməyibdi şəkildə. Ona görə dənə-dənə belə üstündən gedərək çəkmək lazımdır ki, tapasan. Aşağı uzunluğa fikir versəniz, aşağı uzunluq neçədir? 9 metr. Yaxşı, bax, bununla bura qədər ölçü düşəndə, bura qədər 7 metr 20 santimdir elə. Onda bura qalan pay nə qədər olub? Bütövlükdə 9 deyildi. 7 20 üstünü çəkən də 9 eləyər. Deməli, mən 9-dan çıxmalıyım, 9 metrdən çıxmalıyım 7 metr 20 santim. Ki, bax, buradakı sual işarəsini mən tapmış olam. Çıxanda 9 metrdən 7 metr çıxanda 2 metr. 2 metrdən də 20 santimetr çıxmalıyam mı? Eləcə 1 metr 80 santimetr. Bunu da yazaq. 1 metr 80 santimetr. Əslində bax, burada 4 metr 50 ilə 50-ni toplayanda elə 5 metr eləyir. Fikir verirsiniz. Burada 9 metr elə, burada 9 metr eləyəcək. Əslində bir düz bucaqlı yenə yaranmış olur. Fikir versəz görərsiniz. Nə deməkdir? Bu 5 metr idi, hə? 5 metr. Burada da bax, bu ikisini bir yerdə toplayanda bax 5 metr olur. Görsən, elədir mi? 10 metr. Bu 7 20 ilə 1.80 toplayanda neçə eləyir? 9 metr. 5 metr, üstə gəl 9 metr, üstə gəl bu 5 metr, üstə gəl bu 9 metr. Diqqətli olan şagird bunu görər və düz bucaqlı kimi test toplaya bilər əslində qalsa. Bir daha deyirəm. Bura neynədir? 1 metr 80 santim. Bax, bura 7 20 ilə 1.80 9 eləyir. Aşağıdakı da 9. 9 9 18. İki tərəfdə 5 5 10. Elədi 28 metr. Keçirik növbəti sualımıza. Deyir ki, hansı figurun perimetri 5 santimetrdən azdır? Misal 2. Bir baxacağıq. A variantı, onda dairə eləyəcək. 8, üstə gəl 5, üstə gəl 5, üstə gəl 8. 2 dənə 8-im 16, 16-nın üstə də 10, 26 santimetr. Bizə deyir 25-dən azdır. A variantı olmadı. B-yə baxaq. 2, üstə gəl 3, üstə gəl 5, üstə gəl 7, üstə gəl 8. 10, bu 10, bu da 10, 20, 25. Əlverişli üsuldan istifadə edək, çalışın sürətli toplamağa. C-yə baxaq. 6 üstə 5, baxalım. 1, 3, 2, 1, 5. Toplayaq. 5 ilə 5 toplayanda 10. 20, 23. D'sinə keçək. 3, 3. 4, 4. 2, üstə 3. 6, 10, 14, 16, 16'nın üstə 3, 19. Nədəsə xəta eləmədik. Deməli, 6'nın üstünə 5, 11, 11'in üstə 5, 16, 16'nın üstə 5, 21, 22, 23. Bizə nə deyirdi? Hansı figurların perimi 2 dənə olubdu? Elə bilirdim bir dənə olacaq, amma 2 dənəsi. C ilə D oldu. Deyək ki, figurların xəstələrindən istifadə etməklə perimetrlərini hesablayın. Gəlin baxaq.
Mən burada şəkillərini çəkməyəcəm, amma siz çəksəz yaxşı olar. Misal üçün. Bura 5-dirsə, biz dedik ki, paralelogramların qarşı tərəfləri bir-birinə bərabərdir. Burada 7. Deməli, mən tapanda necə istifadə edəcəm? Qısa, konkret, tez düsturdan istifadə etməklə edəcəksiniz. 2 vurulsun, hər birindən 2 dənədirsə, nə öyrətmişdim? Paralelogramda və düzbucaqlıda enlə uzunluğu toplayıb 2-yə vurursun. 2 vurulsun 12 bərabərdir 24 cm. B. Bərabər yanlı 3 bucaqdır. Hər bir tərəfi nədir? Eynidir. Deməli, P bərabərdir 3 vurulsun 6. Eləyəcək neçə? 18. C-yə baxaq. Bura 8-dir, burada 8-dir. Düzbucaqlıdır. Bura 4-dürsə, burada 4-dür. Düzbucaqlının perimetr düsturu nə idi? 2 vurulsun. N-lə uzunluğu topla 2-yə vur. 2-ni vururam 12-yə, eləyir 24. D-yə baxaq. Bura 6-dırsa, burada 6-dır. Bunların ölçü vahidlərini yazmamışam. D metr, bu metr. D-yə baxaq. Burada 12-dir. Yenə də düzbucaqlının düsturu nə idi? P bərabərdir. 6 ilə N-lə uzunluğu toplayıb 2-yə vururduq. 2 vurulsun 18 eləyəcək 36 millimetr. Bu kvadratdır. Kvadratın 4 tərəfi də eyni olur. Deməli, hər tərəfdə nə olacaq? 17. E variantı bərabərdir. P bərabərdir 17 vurulsun 4-ə. 4-dən 17-ni toplamaq. 4-ə vuram. 7 və 4-üm 28. 2 hətta 6, 68 santimetr qeyd edirik. Keçək digərinə. Deyək ki, dəftərinizdə uyğun fiqurlar çəkin. Perimetr 20 cm olan kvadrat çəkin. Misal 4. Baxın, biz bildik ki, kvadratın perimetr düsturu P bərabərdir 4A-ya. Yəni, 4 dənəsini toplayıb 20 eləyibsə, əgər mənim 4A 20-yə bərabərsə, A-nı tapmaqdan ötürü 20-ni bölərəm 4-ə. A da bərabərdir. Nə olacaq? 5 cm. İndi 5 cm çəkmək istəyirəmsə, neyəcəm? 5 cm 10 dənə dam olacaq. 1, 2, 3, 4, 6, 8, 10. Görək, düz saydıq. 2, 4, 6, 10. Siz bunu xətkeşlə çəkərsiniz. Mən indi belə çəkdim. Deməli, gərək düz çəkdikmi? 2-2 damalara ayırıram, görürəm. Bax, bunun perimetri nəyə bərabərdir? 20 cm. Çünki burada 5-dir, burada 5-dir, burada 5-dir, burada 5-dir. B variantında deyək ki, B bərabərdir. Perimetri nəyə bərabərdir? 14-ə. Perimetr düsturu nə idi? 2 vurulsun, A üstə gəl B bərabərdir 14. İndi mən A üstə gəl B bərabərdir 14-ü bölərəm 2 yerə. A üstə gəl B bərabər olacaq 7 cm. Yəni, nəyin cəmi 7 ola bilər? Məsələn, 1 üstə gəl 6, 7 ola bilər. Məsələsi üçün 2 üstə gəl 5, məsələsi üçün 3 üstə gəl 4. Müxtəlif variantlarda siz belə düzbucaqlı çəkə bilərsiniz. Məsələn, 1-in 6-ya bu tərəf 1 cm-dir, digər tərəf 6 cm. Bax, belə bir düzbucaqlı çəkirəm. Bura 1-dirsə, burada 1-dir. Bura 6-dırsa, burada 6-dır. Və bunların hamısını toplasam görəcəm. 6, 6, 12, 12-nin üstə 2-dən 1, 14. Gördünüz? 14-ə bərabər. Və yaxud da ki, 2-nin 5-i 2 cm bura. 5 cm də bura. 2 bura. 5 cm də burada. 5 ilə 5-im 10, üstünə 2-dən də 2 gəlində 14. Gördünüz? Və yaxud da ki, 3-ün 4-ə.
Belə bir düz bucaqlı çəkdim. Uzunluğu 4 sm, eni 3 sm. Qeyd elədik. Bax, 3 variantda belə çəkmiş oldum. Keçək növbətisinə. 5-ci sualda hər düz bucaqlının altında perimetr yazılıbdır. Bu fiqurların tərəflərinin uzunluqlarını tapın. Yəni, üzərində eləyim, elədirsə. Nə veribdir? Deyir ki, perimetri 28-dir. Elə. Deməli, avtomatik bunun qarşı tərəfi nə olacaq? 4 olacaq. Düzdürmü? İndi mən bunu necə tapacağım? Biz bilirik ki, düsturumuz, perimetr düsturumuzda belə eləyirdik də. Deməli, düzdür. Burada deməli nə nəticəyə çıxır? 2 dənə A, 2 dənə də B. Bunlar da nəyə bərabərdir? 28-ə. Düzdürmü? Mən bunu müxtəlif cür hesablaya bilərəm. Qoy belə açım, burada dəftərdə yazım ki, görəsiniz. Tapma qaydamı göstərəm. Misal 5. Baxaq misal 5-ə. Deməli, 4 üstə gəl. Bax, sual işarəsini bilməyəcəm, nədir? Ora kvadrat qoyacağım. Mən bilirəm ki, qarşı tərəfdə 4-dür. Yenə bunlar ikisi eynidir, ölçüdür. Yəni hərflə də ifadə edə bilərsiniz və yaxud da boş kvadratla. Bunların cəmi perimetri 28-dir. 4 ilə 4 toplayanda 8. Kvadratdan da 2 dənədir. Düzdür? Eyni ölçüyə malikdir. 28. Bu 2 kvadrat qalsın. 28-dən 8-i çıxaram. Deməli, bu 2 kvadratın cəmi neçə edəcək? 20. Mən də bunları 20-ni də bölərəm 2 yerə. Eləyər nə? 10. Tapmış olaram ki, buralar neçəymiş? 10. Gəlin yoxlayaq. 10 ilə 10 toplayanda 20. 20 2-dən 4, 8. Gördünüz? 28 etmiş oldu. Gəlin keçən növbəsində eyni qaydada tapaq. Bu A olsun. İndi B-sinə keçək. Bura 7-dirsə, avtomatik burada 7 olacaq. Düzdürmü? 7. Bu sual işarəsini bilmirəm. Hərflə də ifadə edə bilərsiniz. Məsələn, A hərfi deyəlim ki. Bura 7. Çünki düz bucaqlının qarşı tərəfləri bir-birinə bərabərdir. Bu tərəfdə yenə A-dır da, yəni ikisini də bilmirəm. Yəni, bayaq kubiklə ifadə elədim, indi A ilə ifadə elədim. Bir yerdə neynədir? 20. 2 dənə A üstə gəl A. Baxın. 7 ilə 7 14. Düzdür. 2 dənə A bərabərdir. 20-dən 14 çıxaram. 2A bərabərdir. Eləyəcək 6. A-nı tapmaqdan 6-nı da bölərəm 2 yerə. A bərabərdir neçəyə? 3-ə. Deməli, bu A-lar neçəymiş buradakılar? İstədiyiniz hərflə buranı ifadə edə bilərsiniz. Kubiklə də ifadə edə bilərsiniz. İndi yoxlayın. 7 ilə 7 14, 3 ilə 3 6. 14-ün 6, 20. Gördünüz? Keçək digərinə, C-sinə. Bura 12-dirsə, qarşı tərəfdə 12-dir. 12 üstə gəl B, üstə gəl 12 üstə gəl B. Bax, sual işarəsini B ilə ifadə elədim, onun qarşı tərəfdə B-dir. Birlikdə bunlar elədi 44. Deməli, 12 ilə 12 24, B ilə də B-ni toplayanda 2B. 2B bərabərdir 44-dən 24-ü çıxaram. Bərabər eləyir 20. B də bərabər olar 20-ni 2 yerə böləndə. B də bərabərdir 10-a. Deməli, bu B-nin yerinə neymiş? 10 imiş. Yenidən yazıb yoxlaya bilərsiniz. Keçək C-sinə. Bura 14-sə, bunun qarşı tərəfi 14-dür. Düzdür, qarşı tərəflər bir-birinə düz bucaqda bərabərdir. Buranı da C hərfi ilə ifadə edirəm. 14 üstə gəl C, üstə gəl 14, üstə gəl C bərabərdir 48. Perimetr nə verib? 4 tərəfin uzunluğu cəmi 48 veribdir. 14 ilə 14 toplayanda 28, üstə gəl 2C bərabərdir 48. 2C bərabərdir 48-dən 28 çıxanda 2C bərabərdir 20-yə. C-ni tapmaqdan ötə 20-ni bölərəm 2 yerə, C də bərabər olar 10-a. Buralarda 10 imiş. Keçək bura. Nə deyir bizdən?
Nə istəyir? Müstəvi fiqurun sahəsi vahid kvadratlarla ölçülür. Fiqurun daxilində yerləşən vahid kvadratın sayı fiqurun sahəsinə bərabərdir. Məsələn, şəkildəki iki fiqurun daxilində 12 kvadrat yerləşib. Deməli, bu kvadratın sahəsi 12 kvadrata bərabərdir. Baxın, perimetrdə biz kənarlar nəzərdə tuturduq. Perimetr nə idi? Bir ip götürürdük əlimizə, kənarlarını belə ölçürdük. Amma sahə üstünü kağızla örtəndə bax bu içi var ha, içi. İçi isə onun nəyi olur? Sahəsi olmuş olur. İçində nə qədər kvadrat varsa, o qədər də sahəsi var. Məsələn, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Deməli, bunun kvadratı neçədir? 12-dir. Bunun bu tərəfində 1, 2, 3, 3. Bu tərəfində 1, 2, 3, 4. 3-ü 4-ə vursam, 12 də bu eləyəcək. Deməli, nədir? Vahid kvadrat. Bir vahid olan kvadrat, məsələn, olarsa, vahid 1 sm olsa, vahid kvadrat tərəfi necə olacaq? Bax, bunu ölçüyə fikir verin. Biri 1-ə vuranda 1 kvadrat santimetr deməkdir. Nə deməkdir? Kvadrat santimetrdir. Gəlin baxaq, misal aldım. Deyir ki, neçə vahid kvadrat olduğunu tapın. Gəlin yazaq altında, sayaq, tapaq. Mən bunu 2-dən düz bucaqlaya belə bilərəm. 1, 2, 3. 1, 2, 3, 4, 5. Bura 15 eləyəcək. Burada 3-ün 2-yə. 6 da bu eləyəcək. 2. Dənə-dənə də saya bilərsin, amma mən düz bucaqlı şəklinə gətirib tez tapıram. 15-dən 6-ını toplayanda buranın sahəsi nədir? S bərabərdir 21 kvadrata. 1, 2, 3, 4, 5, 6. 12 bura. Bunun için 12. 2 tane burada, 2 tane de burada. 16'dır. Buranı sayaq. 2'nin 5'ədir. 2'nin 5'ə. 10. Bir de burada var 11. 1, 2, 3, 4, 5, 6. 6'nın 2'ye 12. 4'ün 2'ye 8. 12 ilə də 8'i toplasam. Yenə deyirəm, mən dənə-dənə saymıram. Bu da 20 eləyəcək. Ayıraq belə. Belə bir düz bucaqlıya ayıracağım. 1, 2, 3, 4. 1, 2, 3, 4, 5, 6. Burada 6'dır. 4'ün 6'yı 24. 2, 2, 2, 4'dən də 2, 8. 24'ün üstə 8 gələndə 32 dənə. 32 dənə etmiş olacaq. Yenə deyirəm, dənə-dənə də saya bilərsiniz. Sayacağım olaraq mən fiqurları ayırıb tez hesablamağa çalışıram. Keçək növbət. Düz bucaqlının sahəsi onun eni ilə uzunluğunun hasilinə bərabərdir. Sahə kvadrat deməli, baxın, kvadrat santimetr belə yazılır. Kvadrat metr isə belə ifadə olunur. Diqqətli olun. İndi gəlin baxaq, düz bucaqlının sahə düsturu nədir? S bərabərdir. Eni 4 isə uzunluğu 8 isə S bərabər 4'ü 8'ə vuruq 32. Yəni N A hərfinə işarə etsəm, uzunluq B hərfinə işarə etsəm, S bərabərdir. A vurulsun B'dir. Belədir. Kvadratın biz demişik ki, 4 tərəfi bir-birinə nədir? Bərabərdir. Bunun sahə düsturu belədir. Yəni N-ni uzunluğuna vuranda, yəni N də uzunluğu da eynidir ki, A-nı A-ya vursa, yəni 5'i 5'ə vuranda 25 kvadrat metr olacaq. Hansı sahə daha böyükdür? 1 kvadrat santimetr yoxsa 1 metr kvadrat və nə üçün? Bunu fikirləşməyiniz. Belə olan halda mən sizə sual verim. 1 santimetr böyükdür yoxsa 1 metr? Deyəcəksiniz ki, müəllimə 1 metr. Çünki 1 metrim 100 santimdir. Yəni əlbəttə ki, 1 santimetrdən böyük. Nə olacaq? 1 metr olacaq, düzdürmü? Gəlin baxaq. 1 santimetr. Bu santimetr kvadrat nə deməkdir? Vurulsun 1 santimetrə. O da vuranda 1 santimetr. 2 dənə santimetr bir-birinə vuranda kvadrat olur. 1 metrimə gələk baxaq. 1 metr vurulsun 1 metr. Eləyəcək 1 metr 1 kvadrat metr. Yaxşı. Əgər sən dedin ki, 1 metrim 100 santimdirsə, müəllimə, 1 metrim 100 santimdir, düzdür, əvəz eləyirəm bunu bununla. 1 metrim 100'dür də, 100'ü 100'ə vuranda neçə eləyir?
Yüzü yüzə vuranda 10.000. 10.000 santimetr kvadrat. Əlbəttə ki, biz bu belə halda görürük ki, nə böyük olacaq? Sözsüz ki, 1 kvadrat metr böyük olmuş olacaq. Gəlin düzbucaqlının sahələrini tapaq. Hər birinin qarşısına bərabərdir. S bərabərdir 4'ü vururam 13'ə. En uzunluğuna 3 dəfə 4'üm 12, 1 yadda 4, 52 santimetr kvadratında mütləq böyründə yazırıq. S bərabərdir 6 vurulsun 12. Eləcə 72 kvadrat santimetr. 9'u S kvadratın üstünə də A kvadratı. Yəni 9 vurulsun 9. Eləcə 81 kvadrat santimetr. S bərabərdir 14 vurulsun 8'ə. 32 3 yadda 112 kvadrat santimetr. Yenə kvadratdır. 10'u 10'a vuranda 100 kvadrat santimetr. Qeyd edirik bu cür. Növbəti tapşırığa baxaq. Hər düzbucaqlının altında sahəsi yazılıb. Bu fiqurların tərəflərini tapın. Belə olan halda S bərabərdir 3'ü nəyə vurub ki 12 alıbdır. Düzdür? 12'ni 3'ə bölsəm tapacağım 4. Deməli bu tərəfi nəymiş? 4'üymüş. Yenə də 5'i nəyə vurub ki 86. Düzbucaqlının eninin uzunluğuna vuranda neyinirik? Sahəsini tapmış olurduq. Sahə verilib, tərəfin biri verilib, en verilib, amma uzunluq verilməyib. Yəni mən bunu tapmaqdan ötürü 80'i bölərəm 5'ə. 8'in içində 5 bir dəfə. 30'un içində 6 dəfə. Deməli bura neçəymiş? 16 imiş. Yəni bölüb tapırsan. Sahəni enə və yaxud uzunluğa böldüyüm zaman nə edirəm? Digər tərəfi tapmış olum düzbucaqlı. Kvadratda da bir tərəfə bölməklə digər tərəfi tapmaq olur. Yenə də S bərabərdir. 8'i nəyə vursam 72 edibdir. Tapmaqdan ötürü 72'ni bölərəm 8'ə. Nə olacaq? 9 etmiş olacaq. Bura 9'uymuş. Keçək bura. Yenə də 4'ü nəyə vurub ki 48 edibdir. 48'i bölərəm 4'ə. Kubiklə də ifadə edə bilərsiniz, hərflə də ifadə edə bilərsiniz. 12 eləyəcək. Deməli bura neçəymiş? 12 imiş. Baxaq, bu kvadratdır, görürsünüz. 49 nəyin kvadratdadır? Yəni eynədədir. Kvadrat demək nə deməkdir? Eynədədir, eynədə vurubdur. 7'ni nəyə vurub ki 49 edibdir? 49'u bölün 7'yə. Həmin ədədi tapmış olacaqsınız. Kvadrat bərabərdir 7. Deməli bunun 4 tərəfi də nə imiş? 7 imiş. Keçək məsələ həllimizə. Buraları silirəm. Şəkildəki fiqurun perimetri 82'dir. Əksik olan tərəfi biz tapmalıyıq. Baxın, bu sual işarəsi. Gəlin burada qəşəng səliqəli bir yerdə yazın. Məsələ 9. Əksik olan tərəfi tapmalıyıq. 10 üstə gəl 18 üstünə gəl 16 üstə gəl 15 üstə 14 və bu əksik olan tərəf bilinmir. Kubik qoydum onun yerinə. Və yaxud da A hərfi, B hərfi nə istəyirsiniz qoyun. Və bunların perimetri bütün tərəfləri cəmi neçədir? 82 santimetrdir. Perimetr dedik nədir? Uzunluqları cəmidir. İndi bunların hamısını toplayaq. Məsələn 16 ilə 14'ü toplasam eləyəcək nə? Bu 28, bu eləyəcək 30, bir dənə də 15 qaldı. Bunları da toplasam eləyəcək 58. 58. 58'dən 15'in 73. Bütövlükdə topladım və bunu tapmaq istəyirəm. 82'dən 73 çıxıram. Eləyəcək nə?
9. Santimetr. Keçək növbəti suala, məsələyə. Fiqurların sahələri neçə kvadratdır? Sahəsi ən böyük və ən kiçik fiqurlar hansıdır? Gəlin sayaq. Bizim üçün burada veribdir. 2 dənə yarımçıq, 1 dənə deməkdir. Bərabərdir 1-ə. Gəlin tam olanları sayaq. 1, 2, 3, 4. 4. 2 dənəsi 5. Bu da 6. Birinci şəkildə nədir? 6. İkinci şəklə baxaq. 1, 2, 3, 4, 5. Bu 2 dənəsi isə 6. Bu şəklə baxaq. 1, 2, 3. 2 dənəsi birləşir 4. 1, 2, 3, 4, 5, 6, 7, 8. 2 dənəsi də birləşir. Nə olur? 9. Buna baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deyir ki, ən böyük, ən kiçik. Bu ən kiçik. Mən şəkilləri çəkmədim, siz çəkib yazarsınız. Bu da ən böyük. Asan tapşırıqdır. Yəqin ki, hər biriniz bunu edə biləcəksiniz. Şəkildəki ölçülər əsasən çoxbucaqlının perimetri və sahəsi nə qədərdir? Perimetri və sahəsi. Burada əksik olan tərəflər var. O əksik olan tərəfləri də biz tapmalıyıq. Məsələ 11 artıq biraz nisbətən çətin sayılır. Ona görə gəlin diqqətli olaq. Baxın. Əgər mən bunu xəyalən tamamlasam, nə deyirəm? Deyirəm ki, bu tərəf 6-dırsa, bu tərəf də 6 olmalıdır. Düzdürmü? Burada əksik olan parça. Bura qədər əgər 4-dürsə, bax bütövlükdə bura 6-dırsa, burası 4-dürsə, bura neçə qalır? 2. Bəli. 2 qalır. Aha, deməli mən nəyə baxıram, fikir verin. Əgər bura 2-dirsə, deməli bunun qarşı tərəfi də 2-dir. Düzdür? İndi gəlin digər tərəfə baxaq. Buranı tapdım 2. İndi bura baxaq. Belə baxaq bu səfərdə. Bura 6-dırsa, bura qədər 4-dürsə, bura neçə qalır? Əlbəttə ki, 2. Deməli, burada neçə imiş? 2 imiş. Tapdığımıza görə, indi davam edək. Baxaq. İndi bizdən nə istəyirdi? Perimetrini istəyirdi, düzdür? Perimetrini tapanda 6, 4, 2, 2, 4, 6. Əslində, burada düzbucaqlının düsturundan istifadə edib bunu rahat tapmaq olar. Çünki buranın xəyalən bərpa eləyəndə bura 6 olmuşdu, burada 6 olmuşdu. Kvadratdır belə. 4-dən 6, 24. Yenə də toplayaq, görəcəksiniz ki, 24 olacaq. 10, 18, 18-in üstü 6, 24 metr. Sahəyə baxaq. Sahə burada biz öyrəndiyimiz düzbucaqlılardan fərqli olaraq burada mən 2 düzbucaqlıya ayıracağım. Nədir bu? 6-nı vuracağım 4-ə. S bərabərdir 6 vurulsun 4. 24. Bax, bir də bu düzbucaqlının, 2 dənə düzbucaqlının. Sahə 1, sahə 2. 4-ü 2-yə vuracağım. 8. Bunları da toplayanda, 8-lə 24 toplayanda 2 dənə sahə yaratdım. Kvadrat metr, kvadrat metr. İndi sahələri S1 ilə S2-ni toplayacağım ki, ümumi cəmi tapım. 32 kvadrat metr. Növbəti sualımıza baxaq. Məsələ 11, məsələ 12. Deyir ki, məktəb sahələri bərabər olan 2 düzbucaqlı formada zal var. Bu zallardan birinin ölçüləri şəkildə qeyd edilibdir. İkinci zalın uzunluğu 8 metrə bərabərdir. Hər zalın deməli perimetri nə qədərdir? Deyir, sahələri bir-birinə bərabərdir. Məsələ 12.
Birincisi verilibdir. 4-ün 6-yadır ha. Təxmini belə bir şəkil çəkirəm. 6-nın 4-ə. İki düzbucaqlının bir sahələri bərabərdir. O biri düzbucaqlını bilmirəm. Bir dənə uzunluğunu bilirəm ki 8-dir, amma enini bilmirəm. Bunun sahə düsturunu tapıram. 4 vurulsun 6, 24 kvadrat metr. İkincinin uzunluğunu bilirəm ki 8-dir, eni bilinmir, amma sahəsi bunun sahəsinə bərabərdir. Yəni 24-ə böl. 8-i nəyə vursam 24 edər. Axı deyir bunlarınki bərabərdir sahələri. Bu 24-dür. Bu da 24-dür. Düzdür? İkisinin sahəsi bir-birinə bərabərdir. Sadəcə eni uzunluğu bir-birindən fərqlidir. Onda 8-i mən nəyə vursam 24 edir. Əlbəttə ki 24-ü bölərəm 8-ə. Taparam nə? 3. Deməli bura neçə imiş? 3 imiş. İndi hər zalın perimetrini istəyir. Bura 4-dürsə, bura 6-dır. Demək, perimetr bərabərdir. Düzbucaqlıda düstur necə idi? Enlə uzunluq toplanılır, 2-yə vurulur. Onu 2-yə vuranda 20 metr olacaq bunun perimetri. Gəlin bunun perimetrini tapaq. Bura 3-dürsə, burada 3-dür. Bura 8-dirsə, burada 8-dir. Hər nə qədər şəkli qəşəng çəkməsəm də. Bura 3-dür. P bərabərdir. Nə dedik? N ilə uzunluq toplanılır, 2-yə vurulur. 11-i də 2-yə vuranda 22 metr etmiş olacaq. Bu cür şəkildə qeyd edirsiniz. Məsələ 13. Elxan babası şəkildə təsvir olunan torpaq sahəsinin 3/1 hissəsinə badımcan, qalan hissələrinə pomidor şitilləri əkibdir. Baba nə qədər torpaq sahəsinə badımcan şitili əkibdir. O nə qədər torpaq sahəsinə pomidor şitili əkdi.